Dostum, Elşad Miri insanları oyadır ki, xurafata getməyin. Sən nə deyirsən bilmirəm. Bax, qazı qardaşım, Elşad Miridə belə bir xüsusiyyət var ki, o insanların yəni xəbəri olmadığı şeydən şuuraltı onlara təsir eləyir və hətta Qurani-Kərimdə olanları belə inkar edərək insanlara deyir ki, bunlar yoxdurlar. Amma Allah şükür ki, nə qədər biz onun yazdıqlarını, yəni dediklərini, yəni əksinə olaraq Quran-Kərimdən hamısını göstərmişik və bundan sonra da göstərməyə davam eləyərik. Kimin bir balaca ki Quran-Kərimdən xəbəri yoxdur, həmin insan üçün Elşad böyük alimdir və böyük mütəfəkkirdir. Əslində Elşad xüsusi hazırlanmış bir fiqurdur ki, yəni gətirib insan dininə zərbə vurmaq üçün və Elşad Quran-Kərimdə fəqətdir ki, hər şey Quran-Kərimdə var. Əslində Quran-Kərimdə olanları belə inkar edərək insanların yaddaşında Elşadizm deyilən bir şey yaradıb və o şəkildə başlayır onlara təsir eləmək. İndi biz davamlı olaraq Elşad Mirinin dediklərini Quran-Kərimdə tam əksi, yəni o ki, əslində onun Quran-Kərimdən heç xəbəri yoxdur. Sadəcə oradan buradan bir-iki şey öyrənib və başlayır insanlara bu şəkildə təsir eləmək və sizin də fikirlərinizi demək olar ki, oğurlayıb və siz Elşadı alim kimi görürsünüz. Amma əslində Elşad alimlərlə heç belə debat, hətta Hacı Şahin rəhmətliklə baxın, onun debatı var. Hacı Şahin orada nələri ona isbat eləyir və ondan əlavə də özdə belə bir xüsusiyyəti var ki, həyasızcasına götürür, bax insanlara təsir edir. Ona sual verəndə deyir ki, mənə sual verməyin. Yəni en qədər görmüş Elşadın dediklərini. Və bundan sonra da Allahın izni biz onun bütün iç yüzünü açıb sizlərə təqdim edərik.